xanım Zeynəb əleyhissalam alimlərin də, hətta düşmənlərinin belə etirafına görə fəsahət və bəlağətdə heç də atasından geri qalmamışdır. Və bu günləri Bəlağatun Nisa adlı kitablara müraciət etsəniz, görərsiniz ki, o kitablarda xanım Zeynəbin istər Kufədə İbn Ziyadın məclisində, istərsə də Şamda Məlun Yezidin məclisində hansı xütbələri söyləyibdir. Xütbələrin mahiyyəti onu göstərir ki, birincisi, bu xütbəni söyləyən şəxsin çox böyük cəsarət və şücaəti var. İkincisi, bu xütbəni söyləyən şəxsin çox böyük, çox yüksək fəsahət və bəlağətə bələdçiliyi var. Böyük natiqlik istedadı var. Bunların hamısı alimlərin diqqətindən qaçmamış və alimlər də o məsələlərə xüsusi əsərlər həsr etmişlər. Hətta Yezidin sarayında olarkən o Yezidin özünə təsəvvür eləyirsiniz də Yezid kimdir? Allah özünə də, ənsarına da, əcdadına da lənət eləsin. Təsəvvür edin, Fransanın cənubundan Çinin sərhədlərinə qədər olan ərazilərə hakimlik eləyən bir şəxsə huzurunda dayanıb ayəni deyir. Ayə Qur'an-ı Kərimdəndir və təbii ki, kafirlər belə düşünməsinlər, onlara verdiyimiz möhlət onlar üçün daha xeyirlidir. Əksinə, günah və itaətsizliklərini artırmaq üçün onlara möhlət veririk və bu onlar üçün alçaldıcı bir əzabdır. Ali İmran surəsinin 178-ci ayəsini birbaşa Yezidin gözünün içinə deyir və ayənin mənasının da o məlunun özünə və onun kimilərə şamil olduğunu əyani şəkildə xüsusi fəsahət və bəlağətlə, cəsarətlə, şücaətlə o məlunun üzünə deyir. Bir anlıq bunu təsəvvür etsək, bilərik ki, xanım Zeynəbin cəsarət və şücaəti nə həddədir. Əbəs yerə Şamın fatihi deyilmir ki ona, Şamı fəth eləyən xanımdır öz nitqi ilə, öz cəsarəti ilə.